Tam hər vaxtınız xeyir olsun. Bugünkü mövzularımızdan biri ümumiləşdirici sözdür. Ümumiləşdirici söz nədir? Həmcins üzvlərin hamısına aid olub, onları ümumiləşdirən söz və söz birləşmələrinə ümumiləşdirici söz deyilir. Ümumiləşdirici sözlərdə iki duruq işarəsindən istifadə olunur. Lövhədə yazmışam. Qoşa nöqtə və tiri. Biz nə vaxt qoşa nöqtə, nə vaxt tiridən istifadə eləyəcəyik. Arxamda indi göstərəcəyim lövhədə burada nümunələr yazmışam. Həmin nümunələrdə nə vaxt qoşa nöqtə, nə vaxt da tiridən istifadə olunur, birlikdə öyrənməyə çalışacağıq. Demək, ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl də gələ bilər, sonra da gələ bilər. Bir qaydamız belədir ki, ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gələrsə, qoşa nöqtə qoyulur. Gəlin nümunəyə baxaq. Baxın, yazıb hamı, qohumlar, qonşular evə getdi. Burada hamı ümumiləşdirici sözdür. Yəni ümumiləşdirici söz nə oldu? Həmcins üzvlərin hamısına aid olan. Burada həmcins üzv, qohumlar və qonşulardır. Bunları ümumiləşdirən bir dənə söz var. Hamı, yəni qohumlar, qonşular. Onu ümumiləşdirir. Burada həmcins üzvləri çıxsaq, hamı evə getdi. Yəni hamı sözü onları ümumiləşdirə bilir. Burada həmcins üzvlər qohumlar və qonşular sözləridir. Baxın, qohumlar, qonşular. Ümumiləşdirici söz də hamı sözüdür. Ümumiləşdirici. Həmcins üzvlərdən əvvəl gəlib. Demək, hansı durğu işarəsindən istifadə olunacaq? Qoşa nöqtədən istifadə olunacaq. Bu bizim birinci qaydamızdır. İkinci qaydamız nədir? Ümumiləşdirici söz həmcins üzvlərdən sonra gələrsə, onda tiri işarəsindən istifadə olunur. Nümunəyə baxaq. Baxaq. Demək, qohumlar, qonşular hamı evə getdi. Eyni nümunələrdən istifadə eləmişəm ki, daha asan qavrana bilsin. Baxın, burada bayaqlar qohumlar, qonşular həmcins üzv deyilmi? Həmcins üzvlər nədir? Eyni üzvlə bağlı olub, eyni suala cavab verən bərabər hüquqlu üzvlərdir. Burada qohumlar, qonşular həmcins üzdür. Görürsünüz, hamı bayaqlar ümumiləşdirici sözdür. Ümumiləşdirici. Həmcins üzvlərdən sonra gəlib. Demək, əvvəl hansı işarədən istifadə olacaq? Əvvəl tiri işarəsi qoyacağıq. Demək, qayda necə oldu? Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gələrsə, qoşa nöqtə, sonra gələrsə, ondan əvvəl tiri işarəsi qoyulur. Və nümunələr əsasında da göstərirəm. Bəzən ümumiləşdirici sözlərdə, yəni məsələn, tabiəsizlik bağlayıcılarından istifadə olunur. Bu durğu işarələri ümumiyyətlə təkcə test yazmaqda istifadə olunmur. Gündəlik həyatımızda da yazı yazarkən bu qaydalar bizim qarşımıza çıxır. Çalışacağım bu qaydaları həmişə hafızamızda saxlayaq. Demək, yəni məsələn, ümumiləşdirici sözdən sonra, yəni məsələn bağlayıcılar işlənərsə, əvvəl vergül, sonra qoşa nöqtə qoyulur. Yəni belə yekunlaşdırıq ki, yəni məsələn tabiəsizlik bağlayıcıları ümumiləşdirici sözdən sonra həmcins üzvlərdən əvvəl gəlir. Ondan əvvəl vergül, sonra isə qoşa nöqtə qoyulur. Hamı ümumiləşdirici söz, yəni tabiəsizlik bağlayıcıdır. Qohumlar, tanışlar isə həmcins üzvlərdir. Demək, əvvəl vergül qoyulur, sonra isə qoşa nöqtə. Bu bizim bir qaydamızdır. İkinci qaydamız necədir? Bəzən həmcins üzvlərdən sonra ümumiləşdirici sözdən əvvəl yekunlaşdırıcı ara sözləri işlənir. Ən çox da bir sözlə sözüdür. Bir sözlə işlənəndə əvvəl tiri, sonra isə vergül işarəsi qoyulur. Həmcins üzvlərdən sonra baxırıq. Qohumlar, tanışlar, bir sözlə hamı evə getdi. Bax, burada hamı ümumiləşdirici sözdür. Qohumlar, tanışlar həm cins üzvdür, həm cins. Bu da bir sözlə onların arasına girmiş yekunlaşdırıcı sözdür. Əvvəl tiri, sonra isə vergül işarəsi qoyulacaq. Demək, necə oldu? Bir sözlə gələrsə əvvəl tiri, sonra isə vergül. Bu bir qayda yadımızda qalmalıdır. Sonra bəzən ümumiləşdirici söz hər iki tərəfdə gələrsə, bəs onda necə eləyəcək? Yuxarıdakı qayda yadımıza düşəcək ki, ümumiləşdirici söz həmcins üzvlərdən sonra gələrsə qoşa nöqtə, ümumiləşdirici söz həmcins üzvlərdən sonra gələrsə əvvəl tiri işarəsi qoyulur. Gəlin baxalım. Demək, baxın, ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gəlir. Qoşa nöqtə işarəsi qoyduq. Ümumiləşdirici söz həmcins üzvlərdən sonra gəlsə, tiri işarəsindən istifadə olunacaq. Hamı, qohumlar, tanışlar, onun əzizləri evə
getdi. Burada baxın, qohumlar, tanışlar həmcinsüzdür. Hamı ümumiləşdirici sözdür. Onun əzizləri də yenə də ümumiləşdirici sözdür. Əvvəl qoşa nöqtə və tirədən istifadə elədik. Bugünkü mövzumuz bu qədər. Yəqin ki, müəyyən bir şeyləri başa sala bildik. Təşəkkür edirəm dinlədiyiniz üçün. Çox sağ olun.